Xorçu sözü ilə eyni kökü ola biləcək sözlərin sayını müəyyənləşdirir. Xorçu sözünün kökü xordur. Xorun mənası isə hər hansı vokal əsəri bir vaxt ifa edən oxuyanlar dəstəsidir. Bu zaman biz biri çıxmalıyıq. Çünki burada xorultu sözünün da xor yatarkən gecə vaxtı çıxardığımız səsdir, təqlidi sözdür. Ona görə o sözün xorçu sözü ilə heç bir əlaqəsi yoxdur. 5 də eyni zamanda xor sözü orada təqlidi sözdür. Təqlidi sözü biz həmin sözlə eyni kökü götürə bilmərik. 2 də xora yara mənası ifadə edir, yəni o sözlə də əlaqəsi yoxdur. 3 də xorist sözündə kökü xordur. Burada da xorda oxuyan, xor artisti mənasını ifadə edir və xorçu sözü ilə eyni köklü sözdür. 3-ü götürürük. 4 də xorluq, bu da həmin xorçu sözü ilə eyni köklüdür, yəni xorluq piyes mənasını ifadə edir, yəni eyni zamanda eyni köklü olur. Və 3 ilə 4 baxırıq ki, sayını istəyir, yəni 2 ilə olacaq B variantı.